Quluncu əllə tutmaq doğrudurmu? Dostlar, videonu bəyənərək izləməyi sizdən xahiş edirəm. Xalq arasında qulunc deyilən bu hal çox vaxt əzələlərin gərginləşməsi, spazmı və sərtləşməsi ilə bağlı olur. Uzun müddət masa arxasında oturmaq, az hərəkət eləmək, eyni vəziyyətdə qalmaq və stres bu ağrını daha da artıra bilər. Amma bir şeyi bilmək lazımdır. Hər boyun kürək ağrısını əllə sıxıb, burub açmaq düzgün deyil. Bəs fəsadı nə ola bilər? Ən yüngül halda ağrı daha da arta bilər. Sərtlik, narahatlıq və baş ağrısı yarana bilər. Əgər altda sinir sıxılması və disk problemi varsa, qola yayılan ağrı, keymə, iynələnmə və zəiflik daha da şiddətlənə bilər. Boyun nahiyəsində sərt və qəfil hərəkətlər çox nadir hallarda damar zədələnməsi və insult kimi ciddi problemlərə də səbəb ola bilər. Buna görə də quluncunuz şişibsə, kiməsə gəl quluncumu tut demək düzgün deyil. Daha doğru yol yüngül hərəkətlər eləməkdir, piyada gəzməkdir, düzgün məşqdir, əzələləri isti saxlamaqdır, uzun müddət eyni vəziyyətdə oturmamaqdır. Ehtiyac varsa fizioterapiyaya getməkdir. Amma evdə əlavə dəstək axtarırsınızsa, tam təbii tərkibli bir qida əlavəmiz var, FlexiForce. Gel və tablet şəklindədir. Yenə də deyirəm, dərman vasitəsi deyil, təbii tərkibli qida əlavəsidir. Tərkibində kamfra, istiotlu nanə, lavanda, evkalipt yağı, həmçinin qığırdaq dəstəyi üçün qlikozamin sulfat, kondroitin sulfat və hidroliz olunmuş kollagen var. Bu tərkib gel çəkilən nahiyədə qan dövranı yaxşılaşır. Xüsusilə kürək nahiyəsində əzələ ağrılarına səbəb ola bilən onurğanın döş nahiyəsinin duzlaşması zamanı qığırdaq toxunmasının bərpası üçün dəstək rolunu oynayır. Regenerasiyanı sürətləndirməyə kömək eləyir. Yaşla əlaqəli qığırdaq yeyilməsinin qarşısını alır, eyni zamanda ağrı və iltihab əlamətlərini azaldır. Hərəkətin rahatlaşmasına dəstək olur. Geli ağrıyan nahiyyə gün ərzində 2-3 dəfə yüngül masajla çəkirsiniz. Tableti isə 18 yaşından yuxarılar gündə bir dəfə qəbul eləyə bilərlər. İtaliya istehsalıdır dostlar, keyfiyyətindən də əmin ola bilərsiniz. Əksər apteklərdən əldə eləmək də mümkündür.